Hyundai Kia'nın 2 turbo mühərrikləri, 2.4 mühərriklərinə amma belə bir dənə problem deyək də. Çox ustalar və avtomobili almaq istəyən şəxslər 2 turbonu, 2.4 mühərriki almaq istəmir. Səbəb yağ nasosu söhbətidir. Ümumiyyətlə mən burada hamıya deyirəm ki, yağ nasosu deyilən problem yoxdur. Hyundai Kia 100.000 ki keçdi, avtomobil ideal belə işləsə, o mühərrik açılıb, onun şatunu, korinoy klavişləri dəyişilməlidir. Dəyişilmədikdə, sən ora yağın ən gözəlini, ən gözəl yağ bu dəqiqə Haycron yağlarıdır. Yəni, özü də ki, birə-bir təsdiqləyir də. Yəni, Haycronun, belə deyək, qızıl qabında, qablaşmasında, içində qızıl suyu belə olsa töksən, o avtomobilin qarşısını ala bilməyəcəksən. O avtomobilin klavişlərin üzərində olan babit deyirlər də. Babit müəyyən vaxtdan sonra iş fəaliyyətini saxlayır. Siz ora istəyirsiniz, nə yağı tökürsünüz, tökün. Yəni, ola bilər 100-də olmaz, 130-da olar, 140-da olar. Yəni, o yaxşı tökdüyünüz yağ 40 kilometr, 50 kilometr, yəni belə deyim də sizi qabağa ata bilər. Yəni, o Hyundai Kia deyir, usta sənətkar deyir, mən bir söz demirəm. Yəni gözəl maşındır. Prosta belə qüsurlar gərək qoymayasan.